Sənət fəlsəfəsi nədən əzaba ehtiyac duyar? İnsanın həm fiziki, həm mənəvi doğuşu dramatik və faciəvidir. Hər iki doğuş qovulmadır. Ana bətnindən və Tanrı cənnətindən qovulma. Hər iki doğuş göz yaşları ilə başlar. Hedonizmin carçısı Epikürə inansaq, insanın həzz axtarışı da bu iki dramatik doğuşun travmasıdır. Yaradıcılığın əzablı bir proses olması da doğuş ağrısı ilə eyniləşdirilir. Doğan və doğulan ağrıdan və əzabdan qurtula bilməz. İstər insan övladı olsun, istər sənət əsəri. Əzab ağrının mənəvi mərtəbəsidir. Doğulan körpənin ağlamaması onun yaradılışında qüsur olduğuna işarədir. Yaradılışın mənşəyindəki ağrı onun gələcəyinə zəmanət verir. İnsanın həm fiziki, həm mənəvi doğuşu öz iradəsinin seçimi deyil. Ağrının əzaba çevrilməsi də bu məcburi seçimin alternativsizliyidir. İnsanın yaratdığı hər şey bu alternativsizliyə qarşı müqavimət. Başlanğıcdakı seçimsizliyi seçim bolluğu ilə unutmaq həmləsidir. İnsan yaradaraq yaradılışın bu travmasını müalicə edir. Bu mənada Amerikalı psixoterapevt Rollo May'in sözləri ilə desək, əzab bədii yaradıcılıq baxımından insana verilən çox mühüm bir hədiyyə, misli olmayan qiymətli bir lənətdir. Əzabın varlığı insanın özü və həyat haqqında negativ düşünməsinə yol açır. Yaradılış alternativsizliyi ilə qüsurludur. Əzab varsa, qüsur var. İnsan bu yaradılış qüsurunun məsuliyyətini öz üzərinə götürür. Yəni, əzab özünü və həyatı yenidən yaratmaq üçün insanın yeganə güc qaynağıdır. Əzab çəkmək, bəşəri məsuliyyət daşımaq deməkdir. Əzabdan qaçmaq, bəşəri fərarilikdir. İnsan yaradıcılığı yaradılışa qarşı bir savaşdır. Sənət bu savaşın meydanıdır. Sənət adamı bu meydanda gerçəkliklə döyüşür. Əgər o bu savaşın əzabına dözürsə, gerçəkliyə qalib gəlir. Sənət əsəri sənət adamının xırd-xəşil etdiyi gerçəklikdir. Yalnız gerçəklik üzərində qələbədən sonra insan həyatdan zövq almağa başlayır. Əzab həzzə çevrilir. Yunanlara görə varlığında həzz və əzabın bərabər dozasını əldə edə bilən insan mədəni insandır, kamil insandır. Yalnız həzz heyvaniliyə, yalnız əzab isə divanəliyə aparır. Necə ki, yalnız işıq və yalnız qaranlıq kör edir. Mədəni və kamil insan həzzi əzabına bərabər olan insandır. Bu bərabərlik isə riyazi deyil, irfani əmsaldır.